Ata salam, necəsən? Bayramın mübarək olsun. Səni ailəmiz adından ürəkdən təbrik edirəm. Bağışla ki, özümüz gəlib səni təbrik edə bilmədik. Bu ay məzuniyyətə çıxa bilmədim, işlərim biraz çoxdur. Çox darıxmışıq sənin üçün. Mikail də sənə salam deyir. O da darıxıb babası üçün. Səni bir daha təbrik edirəm. Yaxın günlərdə gəlib səni deyəcəyik. Kim lazım? Firuz müəllim, Bəli. bu sizə çatacaq. Firuz, Sağ ol. mən hər şeyi yaxşı başa düşürəm. Uşaqdılar, yeni yetmədilər, gözəl başa düşürəm. Amma hər şeyin bir həddi hüdudu olmalıdır, yoxsa yox. Gah kalbasa, gah marojna. Vay. İndi də qarpız, özü də ikisini birdən. 3 dənəydi qarpız. Hələ biz bunun dilinə bax, hələ mən az deyirəm. Qarpızlar neyinirdiniz ki? Dənizə aparmaq istədirəm. Mən də neçə vaxtı deyirəm, kim doğrayanlar? Bunlar. Tut bunları aformit elə. Şantaj olmuşdum ki, polisdə adamın şəklini çəkirlər. Polis əmi, bizim şəklimizi çəkəcəksiniz. Sakit otur, sakit otur. Sən çıx bu arada valideynlərin yanında gözlə. Gəlin bir iki kəlmə danışaq. Nə oldu? Yazı yaza bilirsiniz? Hə, əlaçı. Hətta. Nə yazaq? Deməli belə. Yazın. Bugün Bugün bir səhvimi anladım. Oğurluq etmək yaxşı iş deyil. uşaqların yanında elə danışırsan ki, ərzə yazmışam, Bəs nə danışmalıyım? şikayət eləmişəm. Nə olsun yazmısan? Uşaqlar da. Sən özün uşaq olmamısan, ha? Mən belə uşaq olmamışam. Bugün qarpız oğrayan uşaq sabah ban yarar. Sən ki özün məni yaxşı tanıyırsan. İşte orasındadır ki, mən səni çox yaxşı tanıyırım. Ayıbdır. Gedər zəri yer götür, mən özüm uşaqları tənbih edəcəm. Bir də dükkanda ol, özüm gəlib səni deyəcəm. Yaxşı? Oldu. Baş üstə rəis, gələn kimi xəbərləyəcəm. Narahat olma. Rüfət, Hə, bu kişi kimdir orada? o bilirsiniz kimdir? O motosikletə oğlanan şikayətçi yox idi. Odur da tapmışıq onun motosikletini. Qulaq as, ondan bir şey xahiş eləyə bilərik. Xoşunuza gəldi bura? Hı? Görürsünüz, bax, oğurluq eləyənlərin axırı buradır. Qalmaq istəyirsiniz burada. Onda gedək. Bir durna tek mən yoldayam, sən qaldın ellərilə. Mən nəğmə tək ucalmışam, sən qaldın güllərilə. Saralsaram sonbahar dökülsə də yarpaqlar, sən məni gözləyərsən. Ey mənim gözəl yarım, hər gecə sizi sən məni dinləyərsən. Gəlin içəri. Bir yay günü baş veren hadise ve iller boyu unutulmayan bir ders. O uşaqlar belki de həmin gün ilk defa anladılar ki polis təkcə qanunun keşiyində dayanmır. Bəzən bir səhvin qarşısında dayanıb insanın doğru yolu tapmasına da kömək edir. Son
108 ildir ki Azərbaycan polisi insanların təhlükəsizliyini qorumaqla yanaşı gələcəyimizin də keşiyində dayanır. Ey benim güzel yarım. Bayramınız mübarək.